أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. يا أيها الذين آمنوا قوا أنفسكم وأهلكم نارا. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. يا عباد الله أوصيكم ونفسي بتقوى الله. Değerli müminler, aziz kardeşler, aziz aksakallar, gelin Allah'ın emirlerine itaat edek. Allah'ın halalını halal, haramını haram bilək. Allah'ın qəzəbləndirən işlərdən uzaq olaq. Mümkündür şeytan bizi aldadı, ama çalışağın o əməllərdən tez peşimançılıq çekip tövbə edək. Allah bizleri bağışlanmışlardan qərar versin. Allah yanvere öz izzet-i celalına, şeytanın hilesinden, vəsvəsəsindən bizleri uzaq eləsin. Ben xutbədə Kur'an-ı Kerim'den bir aya okudum. Ya eyyühellezine amenu. Ey müminler, ey iman getirenler. Qu enfusekum ve ahlikum nara. Özünüzü ve ailenizi oddan koruyun. Bu aya təfsirlərə baxsaq və məsumların kəlamlarına baxsaq, odda məqsəd, yəni bildiyimiz yandırıcı oddan söhbət getmir. Məqsəd burada pis vərdişlərdən, belə deyək, əxlaqsız, ədəbə, ərkana zidd olan vərdişlərdən və ya insanın cisminə və mənəviyyatına zərər vuran vərdişlərdən qorunmağı Allah Qur'an-ı Kerimdə qeyd edir. Amma mənim bu ayəni oxumaqda və bugünkü mövzunu seçməkdə məqsədim var. Məqsədim ondan ibarətdir ki, bugün məlumdur, görürsünüz, sosial şəbəkəyə diqqət eləsiniz, hicabla bağlı məktəblərdə olan uşaqların başı bağlı geyinməsi üçün və ya insanlar arasında sorğular keçirilir. Bəzən hətta elə insanlar var, bunu valideynlərin övladlara olan təzyiqi kimi dəyərləndirirlər. Amma əfsuslar olsun, Qur'ana diqqət eləsək, məsumların kəlamlarına diqqət eləsək, heç də elə deyil. Xüsusən valideynin övladın üzərində olan haqlara diqqət eləsək Qur'an və hədislərə, görürük ki, bir sıra vəzifə var. Onlar valideynlərin üzərində mütləq şəkildə bir öhdəlik kimi qoyulub və onu icra etməyə borcludurlar. Necə ki, bu ayədə də Allah Teala xitab edir müminlərə, iman əhlinə, Qur'ana, Allaha, Peyğəmbərə, yəni Allahın kəlamlarına, Allahın vacib buyurduqlarına, qadağa etdiklərinə, o vacibatın içindən namaz da var, hicab da var, oruc da var, nə bilim, digər işlər də var. Yəni bütövlükdə Allah Qur'an-ı Kerimdə bir valideynin üzərinə öhdəlik qoyur ki, valideyn gərək uşağı ilə, belə deyək, məsuliyyətlə davrana və onları pis vərdişlərdən çəkindirməyə və ya normal bir formada onu tərbiyə etməyə borcludur. Bunu hər kəs bilir və dərk edir. Qur'anı qoyaq, dini qoyaq bir yana, amma ağıllı, kamallı insanlar Sovetin o çətin dönəmində, məscidlərin olmadığı dövrdə, dinin qadağa olduğu dövrlərə nəzər salsaq görərik ki, o dövrlərdə də bizim böyüklərimiz bu məsələlərə diqqət ediblər. Başını bağlayıblar, nə bilim, geyim tərzinə diqqət ediblər. İndi bu elə çıxır ki,
bu təzyiqdirmi, zor tətbiq eləməkdirmi ailəyə qarşı? Əsla bu cür dəyərləndirilməməlidir. Baxın, qəribədir. İnsanlar, məsələn, bir valideyn övladı küçədə, bacada oynayır, amma onun başına qışqırır və ya çağırır, gəl otur dərsi verirəm. Bu anlaşma ilə, bu belə deyək, düşüncə ilə sorğulara diqqət eləyəndə, analiz eləyəndə, onda belə çıxır ki, həmən valideyn o övladın azadlığın, hüququn əlindən alır. Niyə çağırır? Niyə gedib övladlarımızı ən yaxşı məktəblərdə, liseylərdə və ya daha ciddi rejimdə olan təhsil verən yerlərdə oxutdururuq? Niyə övladlarımızı məsələn əlavələrə göndəririk? Belə deyək, elə hamımız aid deyə, elə o adamlara da buradan səslənirəm. Niyə bahalı məktəblərdə uşaqlarını qoyurlar ki, onların azadlığı əlindən alır? Sizin ibarənizlə desək, azadlığı əlindən alınır. Axı qoy o uşaq da geçsin, nə bilim, 3 saat, 4 saat orta məktəbdə dərsini oxusun, sonra gəlib günün qalan vaxtını azad şəkildə geçsin, nə bilim, çayxanaya, küçəyə, bacaya, futbol oynamağa və s. işlərdə. Belə anlaşılır, sizin etdiyinizdə və ya biz də o belə uşaqlarımızla o cür davranır. Bu etdiyimizdə təzyiqdir, onların haqlarını əldən almaqdır. Xeyr, təzyiq deyil, əksinə əla elirlər, yaxşı edirik. Uşaqlarımızın gələcəkdə gözəl bir ziyanı kimi formalaşması üçün addımlar atırıq. Eynilə bugün bir ata, bir valideyn, bir dindar inanc evindən, inanc əhlinin evindən hicablı bir uşaq məktəbə gedirsə, o da atanın bir təzyiqi yox, bir məsuliyyətidir. O da istəyir ki, uşağı Allah dediyi tərzdə geyinsin. Həmən valideyn uşağın əlindən tutub gəlib məktəbə açıq-saçıq geyinən insanlara artıq əskik demir ki, narahat olmur ki. Qohumların içində də var, başı bağlamayan, qonşular içində də var, dostların içində. Yəni, bu normal bir haldır. Eyni ilə bugün başı örtülü olan insanlara da biz normal baxmağı özümüzə vəzifə bilməliyik. Nəinki təbliğatlar aparıb, təzyiqlər kimi onu dəyərləndirib, insanları bundan bir saçı saqqalı ağaran bir kişi hicaba necə baxırsan, deyir, geyməməlidir, müasir dövrdür. Müasir dövr, üzr istəyirəm, belə bir deyim, mən kitablarda oxumuşdum, bir əxlaq alimli deyir ki, əgər müasirlik soyunmaqdadırsa, ən müasiri, onda meşə heyvanlarıdır, onların geyim keçimi yoxdur. Yəni, müasirlik geyimlə, keçimlə ölçülmür. Müasirlik danışıqla, davranışla, savadı ilə, nə bilim, əxlaqınla, ərkanınla, bununla ölçülür. Nəinki yox, açıq geyim, başını çıxar, başın geyinsən, elə uşaqlar var, başı bağlı olan uşaqlar yüksək nəticə əldə edə bilir. Elə həkimlər var, başı bağlı həkimlər yüksək nəticə ilə yüksək yerlərdə, böyük yerlərdə işləyirlər, xaricdə və ya ölkə daxilində. Elə müəllimlər var, hicablı yüksək bal, ən yüksək səviyyədə bal toplayıblar. Yəni, hicab, başı örtük və ya bağlı geyinmək heç vaxt nə təhsilə, nə digər bir şeyə zərəri və ya fəsadı olmuyor. Əmir-ül Müminin Həzrəti Əli əleyhissalam buyurur ki, ailənizi elm və ədəb ilə tərbiyə edin. Görürsünüz, din həm isə əxlaqla bərabər, biz çox danışmışıq elm haqqında danışmağı, elmi bərabər tutub. Elmsiz yox ha. İnsana həm əxlaq, bir insanın əxlaqı ola, elmi olmaya, haradasa axsayacaq o. Ola bilsin özünü belə sakit, təvazükar apar, amma haradasa danışığın və davranışında səhv edə bilər. Amma bir insan həm elmli, həm əxlaqlı, yəni bir ailədə validin övladını bu iki xətlə formalaşdırsa, əlbəttə ki, cəmiyyət gözəl bir tərzdə formalaşacaq. Həzrət buyurur ki, ailənizi elm və ədəb ilə tərbiyə edin. Onları pisliklərdən çəkindirməyə borclusuz. Borcluyam uşağı pis vərdişlərdən qorunmağa.
borcluyam uşağı çirkinliklərdən uzaq etməyə. Həzrət digər bir hədisində buyurur ki, uşaqların qəlbi boş torpağa bənzəyir. Nə səpilər ora, həmən yerdə o da cücərəcək. Odur, uşaqlarımızı əlbəttə bu sözlər, bu müzakirələr, təbliğatlar öz axarı ilə gedir, ya bəlkə də gedəcək, dayanacaq, bilmirəm. Amma biz valideynlər öz işimizdə məsuliyyətli olmalıyıq. Tam, belə deyək, Allah dediyi tərzdə uşaqlarımızı, ailəmizi tərbiyə etməliyik. Nəinki kimlərinsə təzyiqlərinə və ya narahatçılıqlarını özümüzdə bir narahatçılıq yaradıb ki, belədir də, bu formadadır, biz də bu dövr, zaman bunu tələb edir, biz də bu xətti götürüb gedək, addımlayaq, xeyr. Baxın, diqqət eləyək, bilirsiniz, görürsünüz, hicab və ya digər o namaz qılmaq, oruç tutmaq hər kəsin belə öz ibarəmizə gözünə tez girir çoxlarının. Əgər bugün sual olunur məktəblərdə hicablılardan pis vərdişlər olsaydı, bugün onu bayrağını demirəm, tək-tük mümkün də olsun. Amma bugün fikrimizi tam hicablı bağlı geyinən uşaqlara yönləndirməməliyik. Fikirlərimizi məktəblərdə sigaret çəkən oğlan və ya qız uşaqlarının xilası ilə yönləndirməliyik. Amma görürsünüz ki, o şeyləri saxlayıb, inanın, bugün o şeylərlə təbliğat aparaq ki, sosial şəbəkədə, üzr istəyirəm, tanınır, cəmiyyətdə, mədəniyyət sahəsində soyunub bədənini göstərib, onunla mübarizə aparmaq lazımdır. O cür insanları cərimə etmək lazımdır və ya təzyiqlər etmək lazımdır. Bugün narahat olmalıyıq, oğlan uşaqlarımız, üzr istəyirəm ifadəmə görə, kişi kimi formalaşmırlar. 5 il, 10 il keçəcək, 10-15 il keçəcək, tamam hər şey əlimizdən gedəcək. O milli dəyərlərimiz, dini dəyərlərimiz əlimizdən gedəcək. Görürsünüz, oğlan uşağıdır, üzr istəyirəm. Heç oğlanlıqda əsər əlaməti yoxdur. Bunun üçün narahat olmalıyıq. Axı, nəsil çoxalmasının kökü kəsiləcək. Sabah qızlarımızın ailə qurması üçün bir normal oğlan uşağı tapa bilməyəcək. Buna görə gələn narahat olur. Nəinki düşmüşük. Məktəblərdə bu vəziyyət. Məktəblərdə də mövcuddur bu vəziyyət və ya məhəllədə, kətdə, qəsəbədə də bu vəziyyət. Bunlarla bağlı tədbirlər görmək lazımdır. Nəinki düşüb əl-ayağa hər şeyi, belə deyək, dinin üzərinə atır, yəni dini məsələləri təzyiq kimi və ya zorakılıq kimi dəyərləyək. Biz də uşaqlarımızı nəzarətdə saxlamayaq, qız kimi böyüsünlər. Neyniyək? Qızlarımızın başın və paltarın əynindən çıxarır, deyək ki, müasirlik dövrüdür. Belə mübarizə aparılmır. Heç kimin nədən xoşu gəlmir, onu müzakirə edir öz verilişində, öz belə deyək, oturduğu yerdə. Kimin hicaba nifrəti var, hicabdan. Kimin hacıya nifrəti var, haca gedənləri məsxərə edir. Kimin, nə bilim, Kərbəlaya nifrəti var, Kərbəlaya gedəni məsxərə edir. Yəni, insanlar bütövlükdə öz belə düşüncə tərzi ilə hamını görmək istəyir. Mən də istəyirəm, sən bağlı giyəsən. Amma geymirsən, səni məsxərə edirəm. Sənin mənimlə nə işin var, mənim dəyərlərimlə nə işin var, mənim dinimin mənə qoyduğu qaydalarla nə işin var. İmam Sadiq əleyhissalatu vəssalam buyurur ki, övladlarınızı dini erkən vaxtında örgədin. Yəni, o ayıq, necə deyək, yaxşını pisdən ayıran vaxtda dini örgədin. Yoxsa batil əhli sizdən qabaq onlara çatacaq. Pis şeyləri onu sizə örgədəcək. Televiziya vasitəsi ilə, sosial şəbəkənin vasitəsi ilə
belə formada yetişdirəcəklər sənin övladını, sabah sənin qatilin ola bilər. Sənin dininin zərər verəni ola bilər. Sənin dövlətinin xəyanətkarı ola bilər. Odur, Əmir Həzrət İmam Sadiq əleyhissalatu vesselam burada əvvəl özünüz erkən yaşda övladlarınıza din itər. Din nə deyir bizə? Din deyir yalan danışma, söymə, abur aparma, ata-avanıva yaxşılıq et, nə bilim, pak ol, təmiz ol, cəmaatın haqqını yemə, başını bağla, heç kimin abrısını aparma. Din bizə bunu öyrədir. Bundan başqa bir şey öyrədir. Düzlüğü, mərdliği, bu qanunlar bütün ölkələrin konstitusiyasında mövcuddur. Oğurluq eləmə cəzası var. Söyərsən, nə bilim, təzminatını ödəyəcəksən. Və başqa işlər görəcəksən, cəzasını alacaqsan. Din də bunları bizə deyir. Din sadəcə əxlaqi yollarla bizə izah edir. Odur, övladlarınıza İmam Sadiq əleyhissalatu vesselam buyurur ki, erkən yaşda dini təbliğ edin. Həzrəti Peyğəmbər Əkrəm bir hədisini qeyd edirəm. Bununla da birinci xütbəni kifayətlə tamamlayıram. Peyğəmbər Əkrəm buyurur ki, hər birimiz himayəmizdə olanlardan sorğulanacaq, soruşulacaq bizdən. Bugün övladıma görə səndən sorğu olunacaq. Qiyamət günü sənin neynədin, necə ata oldun, valideyn oldun ki, övlad bu yolun yolcusu oldu. Və ya hər hansı bir şey, əlində olan neymətləri verilmişdi sənə, necə sərf elədin onu? Yəni, hər nə əlimizdə varsa, övlad da, ailə də, xanım da, qardaş da, qohum da, nə bilim, ev, eşi, hər bir şeydən bizdən sorğu-sual alınacaq. Həzrət buyurur ki, valideyn öz övladını yalnız dünyaya deyil, həm də axirət üçün hazırlamalıdır. Valideynin vəzifəsi tək övladının yeməyin, geyməyin təmin etmək deyil. Valideynin vəzifəsi onu tərbiyə etməkdir, onu oxutturmaqdır, onu təhsil verməkdir. Onu normal bir insan kimi, kamil bir insan kimi formalaşdırıb cəmiyyətə təqdim etməlidir. Bu valideynin vəzifəsidir. Yemək, içmək, üzr istəyirəm, evdə saxladığımız heyvanlara da o 3 vədəni yeməyi aparıb veririk də. Onun insandan, övladdan nə fərqi oldu? Valideyn necə yeməyi və geyimin, övladın yemək və geyimi onun üzərində bir məsuliyyət, bir vəzifədir. Eyni ilə onu tərbiyə etməkdə də məsuliyyətlidir. Həzrət buyurdu ki, nəinki övladınızı dünyaya görə tərbiyə edəsiniz, yəni hazırlaşdırasınız. Həm də tək yeri dünya üçün yox, axirət üçün də övladlarınızı hazır etməlisiniz. Ölüm üçün də hazır etmək lazımdır. Axirət üçün, yəni ədalətli olmağı üçün iş görməlisiniz. Düz olmağı üçün, pak olmağı üçün, vicdanlı bir insan kimi yetişdirməsi üçün onu hazır etməlisiniz. Görürsünüz, normal bir ailədə tərbiyə görən, əziyyətlə böyüyən və ya düzgün tərbiyə alan insan vəzifədə oturanda çox ədalətli olur. İndi işin o gedişatı sistemi bir başqa cürədə olsa, nəyin qədər çalışır ki, ədaləti qorusun. Amma hansıca belə deyək, o haramla və ya onun bunun haqqı ilə qidalanan və böyümüş bir insanı 30'luk bir yerdə o baxmayacaq, kasıbdır, fəqirdir, məzlumdur, nə bilim. Yəni, necə var insanlarla kobud şəkildə və pis formada davranır? Niyə? Çünki onu tək dünya üçün valideyn hazırlaşdırıb, axirət üçün hazırlaşdırır. Odur, mümkündür sabah övladlarınız vəzifə başında olsun, övladlarınız vəzifə başında olsun, dövlətin mənafiyi üçün çalışsın, vətəndaşların sağlam yaşaması üçün hərəkət eləsin, iş görsün. Odur, onun üçün bizim vəzifəmizi indidən onları
gözəl şəkildə tərbiyə etməkdir. Düzdüyü onlara, ədalətli olmağı onlara, insan haqlarının onlara aşılamaq vəzifəmizdir, borcumuzdur. Həzrət buyurdu ki, övladın ruhunda həya hissini formalaşdırmaq valideynin borcudur. Bir insan həya etmədisə, həya önəmli məsələdir. Həyasız adam harda olursa olsun heç nəyə baxmayacaq. Nə gəldi eləyəcək. Amma valideyn bugün övladlarımızı həya hissini onların ruhunda formalaşdırmalıyıq, ayıbdır. Allah'tan həya etmək lazımdır, insanlardan həya etmək lazımdır. Bu ruhiyyədə onları formalaşdırmalıyıq. Kim pisliyi görüb övladlarında, Allah Resulü buyurur, kim pisliyi görüb susarsa Allah ona qəzəbləndirir. Övladının pis vərdişini, haqsız işini görür, susur. Uşaqdır da, cavandır, bu eləsin, bu kefin çəksin. Bəzən görürsən, hətta kasıb valideynlər sonradan biraz güzaranı yaxşı olur, övladlarını daha şıltaq, daha belə deyək, pis formada formalaşdırır. Sual eləyəndə deyək ki, mən cavan uşaqlığında gün görməmişim, qoy uşağım kef çəksin. Amma da demir, o kef onun və cəmiyyətin başına bir bəla olacaqdır. Odur, hər birimizin üzərinə bir vəzifə düşür. Dini İmam Sadiqin sözü ilə desək, erkən vaxtında övladlarımızı aşılayaq və tanıtdıraq. Necə təhsilə önəm veririksə, dinin qadağa və vacib buyurduqlarını da övladlarımıza aşılayaq, başa salaq, təlqin edək. Allah'ın verə öz izzət-i cəlalına Allah Teala bizləri həqiqi mümin